1964-cü ildə axşam saatlarında New Yorkda bir qadın bıçaq zərbələri ilə qətlə götürüldü. Olmuş hadisədir. Yazıq qadın. Hadisə 35 dəqiqə çəkdi. Qadın mübarizədə məğlub oldu, yəni qətlə yetirildi. Dəhşətlisi odur ki, bu hadisəni 38 nəfər pəncərədən müşahidə edirdilər və onların heç biri polisə də zəng eləmədilər heç. Moral. Hamı başladı bunu araşdırmağa, psixoloqlar. Bu nə qədər etinasızlıq, yəni bu qədərmi bizim cəmiyyət pozulub, etinasızlaşıb ki, bir qadın qətlə yetirilir. Heç olmasa gəl, kömək eləmirsən, polisə zəng elə. Ondan da qorxursan, deyir, məsələ başqa idi. Bu, həmən social proof qaydasıdır burada. Deyir ki, yəqin qonşular zəng eləyəcəklər. Ola bilməz qonşular zəng eləməsinlər. Hamı başqasına baxır, social proof. Hamı başqasına baxır. Və nəticədə hamı bir-birinə baxır, heç mi zəng eləmir. Bunun problemi cəhəti budur. Bu qanundur, başqalarına bax, onlar necə davranırsa, sən də elə davran. Palaca bülün, elinə sürün. 38 insanın hamısı bir-birinin reaksiyasını gözləyir. Qonşum sakitcə baxırsa, mən niyə polisə zəng etməliyəm? Buna kollektiv qəflət deyilir, pluralistic ignorance, kollektiv qəflət.